Məsəl üçün, yəni gördüyüm qədərilə kofenin artıq içindəsiz də, yəni Bəli. kofeni yaşayırsınız. Azərbaycanda bu səviyyədə ya da ki, bu qədər çeşid və yaxud bu qədər ekspert olan başqa bir kofe shop görürsüz yoxsa Var təbii ki, İndi bizim yaranır belə hələ. deyim də, yəni belə deyək də, kofe sektorunda olan bütün, yəni illər əvvəl belə olan bir çox şirkətdən çox yaxşı mənim münasibətim var. Hamısı belə yəni kolleqalardır. sosialite var artıq? Dostumuzdur. Biz birlikdə bir neçə dəfə birləşib ən son keçən il məsələn festival elədik. Həmin Qəşəng. şirkətlərin onlar da dəstək oldular. Baxmayaraq ki, rəqibiyik, amma ki çox yaxşı bir münasibətimiz var və təbii ki, çətin proseslər olub münasibətlərdə və s. amma biz də istəyirik ki, bir community olaraq, yəni çünki bu işin arxasında, yəni doğrudan da bayaq danışdığımız kimi, yəni hamı elə bilir ki, belə biz bütün günü qaz vurub qazanı doldururuq, hər şey kofedə də nə var ya, bu süzdün elədisə, belə deyil. Yəni məsələn bizim kimi şirkətlərdə ümumiyyətlə belə deyil. Bizdə bir çox şaxələnmə var da. Məsələn biz həm kofe xam mal alırıq, kofenin alışı ilə məşğuluq, onu düzgün vaxtında stoklamalıyıq, belə deyim də, sonra onu düzgün saxlamalıyıq, düzgün qovurma eləməliyik, yəni bu zəncir var. Bəli, bu zəncirvari bir prosesdir. Hansındasa bir səhv olarsa artıq bütün nəticədə fincana səhv olacaq. Düzgün qovurmalıyıq, düzgün saxlamalıyıq. Yenə də qovurmadan sonra hər bir kofeni eyni qovurmaq olmur. Yəni fərqli-fərqli qovurmaq. Espresso üçün ayrıca qovurma profilimiz var, digər filtr kofelər üçün ayrıca. Yaxşı barista yetişdirməliyik. Barista və mən bizim həmişə yəni sektorda olan bütün baristalara, həmçinin bizim şirkətdə olanlara deyirəm ki, yəni siz böyük bir ardıcıllığın, yəni məsuliyyətini daşıyan insanlarsınız. Yəni yekunda elə bir ki, sən elədiyin səhv fermerin əziyyətinə dəyir.